صحبه وسلم تسليما كثيرا أما بعد. Şəmailün Nəbi sallallahu aleyhi və səlləm Allah Nəbisinin xislətləri kitabından dərsimiz davam eləyir. İkinci fəsildəyik, ikinci babda. Bəb mə cəə fi xatimin nübuvvə. Peyğəmbər sallallahu aleyhi və səlləmin kürəyində olan o möhür haqqında, peyğəmbərlik möhürü haqqında nə varid olmuşdur? Bu fəsil, bu bab Allah Rasulü sallallahu aleyhi və səlləmin yaradılışı, yəni yaradılışı haqqında olan baba bağlılığı var. Hansı ki bundan əvvəl götürdüyü Allah Rasulunun yaradılışı haqqında. Və çünki bu fəsildə yenə Allah Rasulü sallallahu aleyhi və səlləmin möhründən söhbət açır. Ona görə də bu da yaradılışa aiddir. Elm əhli ittifaq edib ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin kürəyində olan möhür peyğəmbərlik əlamətlərindəndir. Peyğəmbərliyin əlamətlərindəndir. Mütləq şəkildə. Bu ittifaqdır. Burada ixtilaf belə yoxdur. Lakin ixtilaf ediblər alimlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm kürəyində bu möhürlə doğulub dünyaya gəlib, yoxsa sonradan o möhür meydana çıxıb kürəyində? Peyğəmbərlik möhürü. O hansı ki ətxaldır, demişdim keçən dərslərdə. Bəzi ravilər deyirlər ki, rəvayət olan bəzi rivayətlərdə qeyd olunur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin Cəbrail aleyhissalam ki, sinəsini yarıb, o ürəyini ki yuyanda, ondan sonra meydana çıxmışdı kürəyindəki o möhür. Bəziləri isə deyirlər ki, Allah Rasulü sallallahu aleyhi ve sellem bu möhürlə doğulmuşdu kürəyində. Amma səhih olan inşallah ki, Cibril aleyhissalamın qəlbini yarandan sonra o kürəyindəki möhür meydana çıxmışdır. Yəni bu elə bir şeydir ki, bədəndə Allah Rasulü sallallahu aleyhi ve sellem mübarək bədənində, yəni dərinin altında olan bir şiş idi, yumru bir şiş idi, ət parçası kimi və bədəninə bağlı bir şeydir, yəni bədəndə, dərinin altında idi. Və əsas da sol çiynə daha yaxın idi. Sol tərəfə daha yaxın idi. Baxmayaraq ki, biz qeyd edəndə, hətta rivayətlərdə iki kürəyi arasında gəlir, iki çiyni arasında gəlir arxadan möhrün yeri, amma əslində ürəyə daha yaxın tərəfdə idi. Yəni arxadan kürəyində sol çiynə daha yaxın tərəfdən idi. Və həmin o dərin Peyğəmbərlik möhrünün də dərisi, yəni öz ətinin rəngində idi, dərisində idi. Xüsusi bir əlavə rəngdə deyildi, yəni qara və yaxud da qırmızı və s. Öz əti rəngində idi. Yəni dərinin altında sanki yumru bir şişka kimi bir şey vardı. Və Peyğəmbər sallallahu aleyhi ve sellemin möhrü haqqında bizdən əvvəlki səmavi kitablarda da varid olmuşdu. Yəni xəbər verilmişdi. Necə ki, əhli kitab, Yahudi və Nəsranilər bunu bilirdilər. Peyğəmbər sallallahu aleyhi ve sellemin əlamətlərini bilirdilər. Əlamətlərindən biri də kürəyində olan peyğəmbərlik möhrü idi. Necə ki bilirsiniz, məşhur sirada Səlman el-Fərisi radiyallahu anhu ki, hansı ki gəlir Allah Rasulunun yanına, neynir və orada əsas baxdığı şey Allah Rasulunun kürəyindəki möhrə baxır. Görür ki, möhür yerindədir. Sonra eşitmişdi ki öz kitab əhlindən ki, sədəqəni yemir və hədiyyəni qəbul edir. Sonrası bir gün sədəqə gətirə verir, görür ki, almadı, aldı verir sahabələrə, özü yemədi. Səhər gün hədiyyə verir və ondan sonra bilir ki, artıq bu Allahın Rasuludur və iman gətirir. Ona görə də buradan da bəllidir ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin kürəyində olan peyğəmbərlik möhrü haqqında əvvəlki səmavi kitablarda da bildirilmişdi. Ona görə Yahudi və Nəsranilər bunu bilirdilər. Müəllif 16-cı hədislə başlayır bu fəsli. Hədisi Əbu Rəcə Qutaybə ibn Səid Hətim ibn İsmaildən rivayət edir. O da Cəd ibn Abdurrahmandan, o da Səib ibn Yaziddən rivayət edir ki, Səib ibn Yazid deyir ki, bir gün xalam deyir, məni götürdü, gətirdi Allah Nəbisi sallallahu aleyhi ve sellemin yanına. Dedi ki, ey Allahın Rasulü, İnnə ibn uxti vəcun, mənim bu bacım oğlu xəstədir. Fəməsəhə rəsi və da'a li bil bərəkə. Allah Nəbisi sallallahu aleyhi ve sellem mənim başıma məs etdi, tumarladı başımı və mənə bərəkət duası oxudu. O tavadda və dəstəmaz aldı və onun dəstəmazının suyundan içdim və onun arxasına keçdim. Arxasında gözüm onun kürəyində olan peyğəmbərlik möhrünə sataşdı. Kürəyində peyğəmbərlik möhrünü gördüm. Fəizə huvə mithlu zirril həcələ. Və o deyir, kəklik yumurtası boyda idi. Həcələ yəni kəkliyə deyilir. Kəklik yumurtası boyda idi. Yumru.
Sahabənin burada Səib ibn Yezdin xalasının adı keçmir. Təbii ki, ora əsas bizə şahid yeri orası deyil. Əsas şahid yeri qalan hissəsidir hədisin. Və sahabənin xalası gətirir ki, xəstəlik vardı. Xəstəlik nə idi? Rivayətlərin bəzisində keçir ki, yıxılmışdı. Yəni yıxılmışdı, ayağını əzmişdi. Buxarinin rivayətində keçir ki, və ayağı zədələnmişdi və ayağı əzilmişdi və gəlir Allah Rasulunun yanına, ayağından şikayətlənir və Allah Rasulü sallallahu əleyhi və səlləm onun başına nəvaziş göstərərək məs edir, tumarlayır və sonra onun üçün bərəkət duası oxuyur. Bərəkət duası eləyir. Təbii ki, uşaqların başını məs etmək, başını tumarlamaq bunlar nəvazişdən irəli gəlir. Xüsusilə də xəstə uşaq olarsa, hətta Allah Rasulü sallallahu əleyhi və səlləm də ona nəvaziş göstərərək başını tumarlayır və ona bərəkət duası oxuyur və bu bərəkət duası da həqiqətən də hasil olur. Allah Subhanahu wa Taala Peyğəmbər sallallahu əleyhi və səlləm bu duasını qəbul edir. Necə bəzi rivayətlərdə keçir ki, Cüveyd ibn Abdurrahman deyir ki, Səib ibn Yezdi gördüm deyir, 94 yaşındadır. 94 yaşında, boyu buxunu yerində, sağlam, çox güclü və qüvvətli formada gözlərinin görməsi, eşitməsi hamısı yerində. Və deyir, ondan soruşdum, dedi ki, bildim ki, deyir, Allah Rasulunun duasıdır. Yəni bunun belə olması Allah Rasulunun duasının səbəbi ilədir təbii ki. Və həmçinin də özündən soruşdum, dedi ki, Allah Rasulunun duası sayəsindəyəm mən bu formada. Gözüm görməyim, eşitməyim və bədənim və qüvvətli olmağım həmçinin. Və hicrətin 90-cı ilinə kimi yaşayıb, 96 yaşında isə dünyasını dəyişir bu sahabə Mədinədə. Və deyir ki, Allah Rasulü sallallahu əleyhi və səlləm dəstəmaz aldı və dəstəmaz suyundan içdim. Dəstəmaz suyundan içdim deyəndə bəzi ləfslərdə belə eşidərsiz ola bilər, dəyərli izləyicilər, eşidərsiz. Bəzi insanlar bunu yanlış anlayır. Elə bilirlər ki, dəstəmaz harası alırlar, o qabdan yığıb o su içirlər. Yəni bu yanlış anlaşılmadı. Əslində rivayətlərdə gələn bu kəlmə, belə bir söz gələndə dəstəmaz suyundan içməsi, Allah Rasulü sallallahu əleyhi və səlləm dəstəmaz suyundan içməsi deyəndə nə başa düşülür? Dəstəmaz alandan sonra o qalan sudan içir. Çünki Allah Rasulü sallallahu əleyhi və səlləmin vaxtında təbii ki, sivilizasiya yox idi, kran, duş falan yox idi. Qaba su olardı, qabda su olardı, əllərin sabı sudan götürərdilər və dəstəmaz alardılar. Allah Rasulü sallallahu əleyhi və səlləm o şərəfli, mübarək cəsədi əli suya girərdi və oradan götürüb dəstəmaz alardı. O qalan suya onun əli toxunduğuna görə və sahabə də onunla təbarrük edərək o sudan içmişdi. Ona görə Allah Rasulü sallallahu əleyhi və səlləmin dəstəmaz suyu ilə, eləcə də təri ilə, saçı ilə təbarrük eləmək bu sünnədə varid olmuşdur. Amma ondan qeyri şeylər etmək və yaxud da Allah Rasuluna aid olan şeylərdən qeyrilərindən təbarrük eləmək, təbii ki, bu şirkiyyədir və bidətlərdəndir və icazəli deyil. Və sahabə də Allah Rasulü sallallahu əleyhi və səlləmin o dəstəmazından qalan su ilə təbarrük edərək ondan içmişdi. Və Allah Rasulü sallallahu əleyhi və səlləm ona bərəkət duası oxumuşdur. Və sonra buyurur ki, mən Allah Rasulunun arxa tərəfinə keçdim və gözüm onun kürəyindəki peyğəmbərlik möhrünə sataşdı, iki kürəyin arasındakı. Alimlər deyir ki, sahabənin ya qəsdli şəkildə keçib Allah Rasulunun arxasına, peyğəmbərlik möhrünə baxmaq üçün və yaxud da elə belə özü keçib, gözü sataşıb peyğəmbərlik möhrünə və ona diqqətlə izləyib. Və sahabənin burada deməsi ki, mən Allah Rasulü sallallahu əleyhi və səlləmin iki kürəyin ortasında peyğəmbərlik möhrü gördüm, bu dəqiq yeri demək deyil. Bunu yerini dəqiqləşdirmək üçün demir. Sadəcə yaxınlıq baxımından deyir ki, o qədər yaxın idim ki, onu gördüm. Və çünki başqa səhih rivayətlərdə gəlir ki, bu peyğəmbərlik möhrü, hansı ki o kəklik yumurtası boyda dərinin altında olan şiş kimi, o ürək tərəfində idi. Arxadan kürəyində ürək tərəfində. Yəni sağ çiynə, sol çiynə daha yaxın idi. Ona görə sadəcə ləfslərdə iki kürəyin arasında keçir. Keçiyin arasında keçir ləfslərdə. Və deyir ki, fəidə huwa mitlu zirril həcələ. Və onu gördüm deyir, o deyir, kəklik yumurtası boyda idi. Bəzi rivayətlərdə keçir ki, göyərçin yumurtası boyda. Yəni çox da böyük deyil. Göyərçin yumurtası boyda, dərinin altında yumru bir şiş kimi bir şey idi. Peyğəmbərlik möhrü deyilir. Bu da əlamətdir ayələrdəndir. Peyğəmbər sallallahu əleyhi və səlləmin peyğəmbərliyin əlamətindəndir. Və sonra müəllif burada bu fəsildə 17-ci hədisi gətirir. Hədisi Əyyub ibn Cəbir Simək ibn Hərbdən, o da Cəbir ibn Səmradan rivayət edir ki,
Buyurur ki, ra'aytu xatimə beynə kətfeyhi Rasulullah sallallahu əleyhi və səlləm guddətə hamrain misli beydətə hammam. Mən deyir Allah Rasulü sallallahu əleyhi və səlləmin iki kürəyi arasında peyğəmbərlik möhrünü gördüm. Qırmızı bir düyün kimi yumru idi və göyərçin yumurtasına oxşayırdı. Göyərçin yumurtası kimi idi. Bu hədis əslində hədisin isnadında olan Eyyub ibn Cəbr ibn Səyyar zəif ravi olduğuna görə bu hədis zəifdir. Amma bu hədisin İmam Muslim rahimehullah öz səhih əsərində bu hədisin səhih turuqlarından birini gətirir. Abdullahdan, o da İsraildən, o da İsməkdən gətirir. Muslimin gətirdiyi rivayət isə səhih rivayətdir. Buyurur ki, ra'aytul xatimə ində kətfihi misli beydatul hammam. Mən deyir Allah Rasulü sallallahu əleyhi və səlləmin kürəyində peyğəmbərlik möhrünü gördüm və göyərçin yumurtasını oxşuyurdu. Göyərçin yumurtasına oxşuyurdu. Və yushbihu cəsədəhu. Yushbihu cəsədəhu, yəni onun rəngi, həmin o yumruğun rəngi, o peyğəmbərlik möhrünün rəngi öz dərisinin rəngində idi. Yəni başqa bir rəngdə deyildi. Necə ki, misal üçün dərinin altında bir şiş olar, ona bənzəyir. Yəni göyərçin yumurtası boyda bir həcmdə bir şiş idi. Bəzi rivayətlərdə keçir ki, bu peyğəmbərlik möhrü qara və yaxud da yaşıl rəngdə idi. Bunlar hamısı səhih rivayətlər deyil. Bu haqda qarşınıza çıxarsa bilin ki, bunlar səhih rivayətlər deyil. Rəngi Allah Rasulü sallallahu əleyhi və səlləm mübarək dərisinin rəngində idi. Həcmi də göyərçin, yəni göyərçin yumurtası, kəklik yumurtası kiçik yumurta həcmində idi, yumru. Sonra müəllif bu fəsildən 18-ci hədisi rivayət edir. Hədisi deməli Yusuf ibn el-Məcşun, o atasından Asim ibn Amr ibn Qatadədən, o da babası Rumeysədən, daha doğrusu nənəsi Rumeysədən rivayət edir ki, nənəsi deyir ki, Səmi'tu Rasulullah sallallahu əleyhi və səlləm və ləv əşəv ən uqabbiləl xatimə ləzi beynə kətfeyhi min qurbihi ləfəaltu. Yəqulu li Sa'd ibn Muazin yevmə mətə ihtəzzə ləhu arşur rəhmən. Deyir ki, mən Allah Rasulü sallallahu aleyhi və səlləmin kürəyində olan, iki çiyini arasında olan peyğəmbərlik möhrünü gördüm və istəsəydim onu öpə bilərdim. Bunu Sa'd ibn Muazın vəfat etdiyi gün demişdi ki, Sa'd ibn Muazın vəfatına görə Ər-Rəhmənin ərşi titrədi. Yəni bunu demişdi Allah Rasulü. Yəni hadisəni qısa olaraq danışım. Yəni Sa'd ibn Muaz məşhur sahabelərdən də bilirsiniz. Onun vəfatı günündə Allah Rasulü sallallahu əleyhi və səlləm bu sözü demişdi. Həmin vaxtı izdihamdan həmin sahabə qadın, sahabənin nənəsi Allah Rasuluna o qədər yaxın olur ki, orada yaxınlıq baxımından deyir ki, istəsəydim öpə bilərdim o peyğəmbərlik möhründən, kürəyində olan peyğəmbərlik möhründən. Lakin burada məqsəd öpmək deyil, məqsəd yaxınlığı bildirir. Rumeysə el-Ənsariyyə məşhur sahabələrdəndir və Allah Rasulü sallallahu əleyhi və səlləm kürəyindəki peyğəmbərlik möhrünü vəsf edir. Ki, mən onu gördüm kürəyində və o qədər yaxın idim ki, hətta istəsəydim öpə bilərdim. Bunu da Sa'd ibn Muazın cənazəsi günündə görmüşdü. Öldü, vəfat etdiyi günündə. Sa'd ibn Muaz məşhur sahabələrdən də bilirsiniz, təqribən 5-6 il İslamı olub, yəni İslama gəlib 5-6 il sonra dünyasını dəyişib və o şəhid olanda Allah Azza və Cəllənin ərşi titrəmişdi. Çox uca mənziləsi və dərəcəsi var həmin sahabənin. Onun ölümünə görə Ər-Rəhmənin ərşi titrəmişdi. Allah Azza və Cəllənin ərşi isə Allahın ən böyük məxluqatlarından biridir. Hansı ki, Quran-ı Kərimdə Allah Subhanahu və Teala ərşi Ərşul Azim olaraq adlandırır. Bəzi ayələrdə Ərşul Kərim, hörmətli ərş. Bəzi rivayətlər Ərşul Məcid, şanlı ərş olaraq, yəni geniş, böyük ərş olaraq Allah Subhanahu və Teala vəsf etmişdir. Ərş ən böyük məxluqlardan biridir. Və hətta cənnətdən sonra gəlir. Cənnətin yəni tavanıdır, belə deyək. Firdovs cənnətinin tavanıdır. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, məşhur rivayətdə hədis deməli Buxarıda keçir. Buyurur ki, "Fə-izə səəltumullaha fəsəlul firdovsə." Allahdan istədiyiniz zaman Firdovs cənnətini istəyin. "Fə-innehu əvsətul cənnə və ə'ləl cənnə." Çünki Firdovs cənnətinin həm ortası, həm də ən ucasıdır. Ən ucad olanıdır. Və fəvqəhu ərşur rəhmən. Onun üstündə isə Ər-Rəhmənin ərşidir.
Ərşin böyüklüyü haqqında, böyüklüyünün bəyanı haqqında hədislərdə varid olmuşdur. Onlardan da biri Əbu Zər Əl-Ğifari radiyallahu anhunun hədisidir. Məşhur hədis bilirsiniz. Bu hədis də yenə İbn Əbi Şeybənin Musannifin Kitab-ül Arşda keçir. Buyurur ki, Allah Nəbisi sallallahu əleyhi və səlləm 7 qat səma Məs-səmavatu səbu vəl-ərduna səbu fil kursiyyə illə kəhəlqatin ulqiyat fi fələh. 7 qat səma, 7 qat yer. Kürsüyə nisbətdə elə bil boş səhraya atılmış halqaya bənzər. Və fadlul arş aləl kursi kəfadli tilkəl fələti alə tilkəl hələqa. Kürsünün ərşə nisbəti isə elə bil o halqanın səhraya olan nisbətidir. Elə bil səhra ərşdir, kürsü isə o halqadır. Və gör Allah Azza və Cəllə ərşi nə boyda əzəmətlidir, nə boyda böyüdür. Yəni səmalar və yerlər ona nisbətdə səhraya atılmış elə bir halqaya bənzəyir ona nisbətdə. Kürsü isə ərşə nisbətdə elə bir ərş səhradırsa, kürsü də elə bir halqadır. Və bu əzəmətli ərş Səd ibn Muaz radiyallahu anhun vəfatına görə titrəmişdi. Bu titrəmək həqiqi mənada idi. Necə bəzi batil əhli firqələr bunu yenə batıl tərəfə yozaraq təvil edirlər, lakin bu məna həqiqi mənada idi. Və həmçinin ərşin Allah Subhanahu və Teala'ya izafə edilməsi təşrif babındandır. Arşur Rahman deyilir, Rəhmanın arşı. Təşrif babından deyilir. Həmçinin də o ərşin böyüklüyünü, fəzilətini və əzəmətini və şənini göstərmək üçün deyilir. Və ən böyük məxluqlardan biridir. Allah Subhanahu və Teala onu yoxdan yaratdı, ərşi, və sonra ərşə istiva etdi. Allah Subhanahu və Teala Quran-ı Kərimdə 7 yerdə qeyd edir ki, Ər-Rəhmanu aləl ərş istəva. Ər-Rəhman ərşə istiva etdi, ucaldı yəni. Və həmçinin başqa ayədə buyurur ki, Furqan surəsi 59-cu ayədə Thumma istəva aləl ərş. Sonra o ərşə ucaldı. Başqa həmçinin də bu kimi ayələr çox 7 yerdə Quranda keçir. İstivanın da mənası məlumdur. İrtifa, uluv, yəni ucalıq mənasındadır, yüksəlmək mənasındadır. Allah Azza və Cəllənin əzəmətinə və cəlalına layiq formada. Əgər kim etiqad etməsə ki, yəni kim etiqad etmirsə Allah Azza və Cəllənin ərşin üzərində ucalmasına, ona layiq şəkildə və həmin insanın əqidəsində iki batil, xarab fikir var, xarab etiqadı var. Əgər kim bu etiqadı etmirsə ki, Allah ərşə ucalıb, ərşə istiva edib, kim buna etiqad eləmirsə, həmin insan əqidəsində iki dənə xarab əqidə, xarab fikir var. Onlardan ən birincisi Allaha sığınırıq. İnsan etiqad edir ki, Allah hər yandadır. Hansı ki, Allah zalimlərin etdiyi vəsfdən uzaqdır. Və bu batil, xarab etiqaddır. Və sünnəyə, Qurana, fitrətə, icmaya, ağla və müxalif olan fikirdir. İkinci, həmin insan etiqad edir ki, Allah Subhanahu və Teala, yenə Allaha sığınırıq bu cür kəlmələrdən, fikirlərdən. Allah Subhanahu və Teala nə yəni nə məxluqatın fövqündədir, nə aşağıdadır, nə sağdadır, nə soldadır, nə də aləmin daxilindədir, nə də aləmin xaricindədir və s. bu kimi fikirlər. Yəni bu da nə deməkdir? Allah Subhanahu və Teala yoxluqla vəsf edirlər. Bu iki əqidə də batil əqidədir. Ona görə Allah Subhanahu Teala Quran-ı Kərimdə özü haqqında xəbər vermişdi ki, o ərşə ucaldı. Vəssalam, əzəmətinə və cəlalına yaraşan layiq şəkildə. Sonra müəllif 19-cu hədis gətirir bu fəsildən. Əli ibn Əbi Talibin hədisi sonuncu hədis gətirir. Əli ibn Əbi Talib radiyallahu anhu yenə Allah nəbisi sallallahu əleyhi və səlləmi vəsf edərkən, hədis uzundur. Hədisdə nə deyir? Deyir ki, beynə kəsfeyhi xatimun nübuvvə. Onun iki çiyini arasında peyğəmbərlik möhrü vardı. Və huva xatamun nebiyyin. O peyğəmbərlərin sonuncusudur. Bu hədisi də bundan əvvəlki fəsildə götürmüşdük. İnşallah bununla kifayətlənirik. Subhanallah bihamdik. Əşhədu an la ilahe illə ente estağfiruka və atubu ileyh. Növbəti dərslərdə bu fəsillə bağlı olan hədisləri götürəcəyik inşallah. Esselamu aleyküm və rəhmətullahi və barakatuhu.